Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibin tahirin el ma'sumin. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا استجيبوا لله والرسول إذا دعاكم لما يحييكم واعلموا أن الله يحول بين المرء وقلبه وأنه إليه تحشرون صدق الله العلي العظيم Rabbi şrahli sadra ve yassirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allah'ın salamı, rəhməti, məğfirəti, bərəkəti siz əhl-i beyt sevərləri olsun. Bu əza günündə hər birinizdən Allah ali dərəcədə bu əzadarlığı qəbul eləsin. Bildiyiniz kimi bugün Həzrət İmam Rıza əleyhissalamın şəhadət günüdür. Əhl-i beytə hüzün və kədər gətirən günüdür və əhl-i beyt sevərlər bu günü əzadarlıq edərək İmam Rıza əleyhissalama matəm saxlayırlar. Quran-ı Kərimdə Allah Teala Ənfal surəsinin 24-cü ayəsində buyurur ki, iman gətirənlər Allahın və onun Rəsulunun çağırışına cavab verin. Onlar sizi səsləyəndə, onlar sizi həyat mənbəyinə dəvət edəndə onların çağırışına ləbbeyk deyin, cavab verin. Çünki onların hədəfi, istəyi budur ki, sizin ruhunuzu diriltsin, sizin ruhunuza həyat bəxş eləsin. Ruhunuz ölülükdən xilas olsun, diri bir ruha sahib olasınız. Qəlbiniz, ruhunuz işlək şəklində olsun. Daim Allahı hiss eləyə biləsiniz. Allah zikrinin şirinliyini dada biləsiniz. Həqiqətən Allahın Rəsulu və onun əhl-i beyti insanın həyatının mühüm bir, vacib bir həyat mənbəyidir. İnsan nə qədər ki, Allahın Rəsulunun və onun əhl-i beytinin çağırışına cavab verməyib, İnsanın heç bir bəndəçilikdən payı, nəsibi olmayacaq. Ona görə görürsünüz, Mütəala Allah buyurur ki, əgər iman gətirmişsinizsə, həqiqi iman əhlisinizsə, o zaman Peyğəmbəri və Allahın çağırışına və onun övliyalarının, əhl-i beytinin çağırışına cavab verin. Çünki onların hədəfi, məqsədi budur ki, sizə keyfiyyətli və ləzzətli bir həyatı təqdim eləsinlər. Sizə bu zülmətdən pak bir həyata, nur bir həyata doğru sizi çatdırsınlar. Və Allah Teala buyurur ki, وَعَلَمُ أَنَّ اللّٰهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ. Bilin ki, Allah insanla onun qəlbi arasına girən vasitələr qoyub. Yəni Allah insanların qəlbində məskunlaşıb. Onun Peyğəmbəri, ilahi övliyalar insanın qəlbində məskunlaşıb. Və Mütəala Allah buyurur ki, əgər biraz diqqət eləyə bilsəz, biraz bu Allah övliyasının nə qədər zəruri olduğunu başa düşə bilsəz, daim bütün fikriniz, zikriniz o Allah övliyasına yönələcək. Daim onunla birgə olacaqsınız. O ilahi övliyalardan biri məhz İmam Rıza əleyhissalamdır.
elə bir imamdır ki, onun bütün fikri, zikri insanın qəlbində oyanıqlıq yaratmaqdır, agahlıq yaratmaqdır. İnsanın qəlbi diri ola, insanın qəlbi daim Allaha məşğul ola, daim Allah zikrinə məşğul ola. Bugün İmam Rıza Əleyhisselamın, o Allah övliyasının, o məsumun qapısına gəlmişik. Ona təvəssül olmuşuq. Onun şəhadəti bir vasitədir ki, biz onun varlığı ilə biraz da qəlbimizdə o napaklığı aradan aparaq və onun adı ilə, onun zikri ilə qəlbimizə təravət verək, qəlbimizi nuraniləşdirək. Müfəzzəl İbn Ömər deyir ki, İmam Kazımın, Həzrət İmam Rıza Əleyhisselamın atasıdır İmam Kazım Əleyhisselam. O məzlum imam, ömrünü zindanlarda keçirdən imam. Deyir, mən İmam Rıza Əleyhisselam, İmam Kazım Əleyhisselamın yanında olduğum zaman, deyir, İmam Kazım Əleyhisselam oğlu Əlini qucağına almışdı. Deyir, oğlu Əlini öpüb, bağrına basırdı və ona nəvaziş göstərirdi. Onu hey öpürdü, hey onu sinəsinə basırdı və onu çiyninə götürüb sonra bağrına basırdı. Elə hey bütün nəvazişi, diqqəti oğlu Əlidə idi, Əli ibn Musa Rıza. Deyir, İmam Kazım Əleyhisselam İmam Rıza Əleyhisselama nəvaziş göstərə-göstərə belə buyurdu. Atam, anam sənə fəda olsun. Qoxun necə də gözəldir. Təbiətin necə də təmizdir. Fəzilətin nə qədər də aşkardır. Deyir, mən imama dedim ki, sizə fəda olum. Bu uşağa qarşı ürəyimdə sizdən başqa heç kimə hiss etmədiyim böyük bir sevgi yarandı. Sən ki, bu qədər İmam Rıza Əleyhisselama, Əliyə bu qədər mehri məhəbbət göstərdin, öz sevgini göstərdin. Məndə Əliyə qarşı qeyri-adi bir sevgi, məhəbbət yarandı. Deyir, imam buyurdu ki, İmam Kazım Əleyhisselam, ey müfəzzəl, onun mənə olan nisbəti mənim atama olan nisbəti kimidir. Yəni, o da mənim kimi imamdır. Mənim ona olan qeyri-adi bir sevgi və məhəbbətimin səbəbi onun imam olmasıdır. O Allah vəlisidir, o imamdır deyinə, mən ona bu qədər şiddətli sevgi, məhəbbət, eşq bəsləyirəm. Və ondan sonra İmam Kazım Əleyhisselam buyurdu ki, onlar Allahın seçmə qulları. Yəni, imamlar Allahın müqərrəb, seçdiyi, pak, məsum ilahi övliyalardır. Onlar elə bir seçilmişlərdir ki, Allah bütün insanlığın talihini, müqərrəratını məhz onların məhəbbəti ilə, itaəti ilə müəyyən eləyir. Kimlər ki, onlara tabi olacaq, onlar xoşbəxtlər zümrəsində olacaq. Kimlər ki, onlara kin-küdurətli olacaq, onlara nifrət bəsləyəcək, onlar bədbəxtlər zümrəsində olacaq. Onlardır xoşbəxtlik və bədbəxtlik rəmzi. Və ondan sonra imam buyurdu ki, onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir. Allah bilir kimi öz vəli, imam vəzifəsinə təyin edəcək. Bu Allahın seçimi ilədir, bizim seçimimizlə deyil. Deyir, imamdan soruşdum ki, o sizdən sonra imamdırmı? Deyir, İmam Kazım Əleyhisselam buyurdu ki, bəli, kim ona itaət etsə hidayət olar və kim ona qarşı çıxsa kafir olar. Kim İmam Rızıya məhəbbət bəsliyə, onu sevə, ona itaət eləyə, o xoşbəxt olacaq. Çünki onların məhəbbətində belə bir hərarət var.
Onların məhəbbəti elə bir məhəbbətdir ki, insanı xoşbəxt etmək qüdrətinə sahibdir. İnsanı ləzzətə qərq eləmək qüdrətinə sahibdir. Onlar səadətin, ləzzətin ünvanıdırlar. Amma yox, kimsə onlara qarşı çıxsa, küfr əhli olar, kafir olar, haqqın üstünü örtər. Baxın, Ali İmran surəsinin 34-cü ayəsində Mütəallə Allah buyurur ki, Zurriyyətən bə'duha min bə'z, Vallahu səmi'un alim. Onlar bir-birindən törəmiş bir nəsildilər. Necə ki, İmam Kazım əleyhissalam öz mübarək hədisində buyurdu ki, onlar Allahın seçmə qullarıdır. Biri digərindən törəmiş bir nəsildilər. İmamın bu hədisinə əsasən Allah Teala özü Ali İmran surəsinin 34-cü ayəsində buyurur ki, onlar bir-birindən törəmiş bir nəsildilər. Onlar pak nəsildilər. Pak zürriyyədirlər. Allah eşidəndir və biləndir. Allah belə bir pak zürriyyədən, belə bir pak nəsildən insanların hidayətini müəyyən elədi. İnsanların hadisi olaraq, hidayət edənləri olaraq məhz o pak zürriyyəni qərar verdi. Qiyas İbni İbrahim İmam Sadiq əleyhissalamdan, o da İmam Baqirdən və İmam Baqir də İmam Səccaddan və İmam Səccad əleyhissalam da İmam Hüseyin əleyhissalamdan belə bir nəql eləyir. Çox gözəl hədisdir. Çox gözəl hədisdir. Həzrət buyurur ki, Əmir əl-Müminin Əlidən əleyhissalamdan, Rəsulullahın sallallahu aleyhi və aleyhi və səlləmin belə buyurduğunu eşitdim ki, Rəsulullah buyurdu ki, mən sizin aranızda 2 qiymətli əmanət qoyuram. 2 ağır əmanət qoyuram sizin aranızda. Bunlardan biri Kitab Allah, Allahın kitabıdır, Quran-ı Kərim. Və digəri isə itrətim, mənim ev əhlimdir, itrətimdir. Mənim əhli beytimdir, əhli beyti. Deyir, mən soruşdum ki, itrətdən məqsəd kimlərdir? Həzrət buyurdu ki, itrətdən məqsəd mən, Həsən, Hüseyin və 9-cusu Məhdi və Qaim olan Hüseynin 9 övladıdır. Kövsər hovzunun başında Rəsulullaha qovuşana qədər onlar Allahın kitabından, Allahın kitabı da onlardan ayrılmayacaq. Bu 2 ağır əmanət bir-birinin yanındadır, kənarındadır. Əgər sən Allahın kitabını götürəsən, əhl-i beyti kənara qoyasan, heç zaman Allaha gedən doğru dürüst yolda ehdənə sıratal müstəqim, bizi doğru yola hidayət elə, o doğru yolda olmayacaqsın. Doğru yolda olmaq üçün, həqiqi hidayət olunmuşlardan olmaq üçün mütləq şəkildə bu 2 ağır əmanətin hər ikisini qəbul eləməlisən. Çünki Allahın kitabı ilə əhl-i beyt hər ikisi bir aradadır. Bir-birindən ayrılmazdır. Əli ibn Fəzil Əl-Bəğdadi deyir ki, Əbul Abbas təqlib yoldaşı Əbu Ömərdən soruşdu. Deyir, Rasulullah buyurmuşdu, mən sizin aranızda 2 ağır əmanət qoymuşam. Görəsən bunlar niyə 2 ağır əmanət adlandırılır? Yəni, elə deyənməzdi, mən sizin aranızda 2 əmanət qoymuşam, heç ağır kəlməsini işlətməzdi. Deyir, sual elədim ki, niyə 2 ağır əmanət deyir? Bu cür adlandırılıb. Deyir, Əbu Ömər dedi ki, çünki o 2 əmanətə sarılmaq çox ağır və çətin işdir. Çox çətin işdir. Ona görə Peyğəmbər bu hədisində deyir ki, mən sizin aranızda 2 ağır əmanət qoymuşam. Çünki bu 2 ağır əmanətdən sarılmaq, yapışmaq çox çətin işdir. Çoxu Qurandan yapışacaq, əhl-i beyti kənara qoyacaq.
və o Qur'andan heç bir pay, bəhrə aparmayacaq. Elə o Qur'anın ayələrini öz ağlının kəsdiyi kimi, özü başa düşdüyü kimi məna eləyəcək və zəlalətə duçar olacaq. Yolunu azacaq, cəhənnəmlik olacaq. Çünki Quranın bətni, Quranı izah eləyən Peyğəmbər və onun əhl-i beytidir. Ona görə Peyğəmbər buyurur ki, Kitab Allah və biz əhl-i beyt, mən və əhl-i beytim mütləq şəkildə bizə sarılmalısınız. Ona görə bu iki ağır əmanət olaraq adlandırılır. Sonra Allahın Rəsulundan belə bir hədis nəql eləyir. Ən Rasulillah ənəhu qal, məsəlü əhl-i beyti kəsəfinətun Nuh. Deyir, Allahın Rəsulu buyurdu ki, mənim əhl-i beytim Nuhun gəmisi kimidir. Mən rəkibaha nəca. Kim o gəmiyə minsə nicat tapacaq, xoşbəxt olacaq. Kim mənim əhl-i beytimi sevsə, onlara itaət eləsə, xoşbəxt olacaq. Və mən təxəlləfə anha qəriq. Hər kim ondan geriyə qalsa, minməsə, onlara tabi olmasa, onları sevməsə, o qərq olacaq. O cəhənnəmlik olacaq. Və bu danışdığım ayə və hədislər bunu göstərir ki, nə qədər əhl-i beytin məhəbbəti və itaəti vacibdir. Və Allahın da istəyi budur ki, insan onları sevməklə, onlara itaət eləməklə həqiqi saadətə çatsın, həqiqi xoşbəxtlər zümrəsində olsun. Amma mən Hz. İmam Rıza əleyhissalamın nəql elədiyi bir hədisi, Peyğəmbərdən nəql elədiyi bir hədisi oxumaq istəyirəm. Deyir, Əbasət deyir ki, İmam Rıza möhtərəm ataları vasitəsilə Əli ibn Əbi Talibdən nəql edərək Rəsulullahın belə buyurduğunu söylədi. Buyurdu ki, qalə Resulullah sallallahu aleyhi və aleyh əl-imani mə'rifətun bil qalb. İman qəlblə tanımaqdır. İman, həqiqi iman qəlbin təsdiq elədiyidir. Yəni, biz dildə təsdiq elədiyimiz, dildə söylədiklərimizi nə qədər ki qəlbimiz təsdiq eləmir, o dildə söylədiklərimiz zahirən bizim müsəlman olduğumuzu təsdiqləyir. Amma qəlbən haqq əhli olmağımızı, Allahın əziz bəndəsi olmağımızı təsdiqləmir. Niyə? Çünki Peyğəmbərin zamanında da bir dəstə ərəblər gəldi Peyğəmbərə iftixar eləyərək, özləri üçün bir üstünlük hesab eləyərək dedilər ki, ya Rəsulallah, biz Allaha iman gətirmişik. Biz Allaha iman gətirmişik. Allah Teala Peyğəmbərə ayə nazil elədi ki, onlara denən hələ siz İslam gətirmişsiniz. Hələ siz iman gətirməmişsiniz. İman növbəti mərhələdir ki, qəlb dildə dediyini təsdiqləməlidir. Ona görə Həzrətin nəql elədiyi hədisdə buyurur ki, Allahın Rəsulu buyurdu ki, iman qəlblə tanımaqdır. Qəlbin təsdiq elədiyidir. İmanın birinci mərhələsi budur. Birinci mərhələsi budur. İkinci mərhələsi budur ki, Həzrət hədisdə buyurur ki, və iqrarun bil-lisan, dillə təsdiq eləmək. Dillə təsdiq eləməkdir. Və növbəti mərhələsində buyurur ki, və əməlun bil-ərqan, və bildiklərinə əməl eləmək. Nə qədər ki, bildiklərin əməli formada öz həyatında tətbiq olunmayıb, bildiklərini öz həyatında öz axarına salmamısan, əməl eləmirsən, sən həqiqi iman əhli deyilsən. İman əhli o kəslərdir ki, dediyini həm də əməli formada həyata keçirdir.
Bu bir hədis və növbəti bir hədis Əbu Cəfərdən, yəni İmam Baqir əleyhissalamdan nəql olunur ki, Həzrət buyurur ki, İslam 5 sütun üzərində qurulub. Buniyəl İslamı alə xamsin, alə saləh və zəkəh və savm və həc və vilayət. Namaz, zəkat, oruc, həc və vilayət. İslamın bünövrəsi bundan ibarətdir, bu 5 şeydən. Amma Həzrəti İmam Baqir əleyhissalam çox qəribə söz deyir axırda. Baxın, ona görə biz deyirik ki, Əhl-i Beytlə Qur'an ayrılmazdı. Əhl-i Beyt Allaha gedən yoldur. Əhl-i Beyt olmasa, onlar sevilməsə, onlara itaət olunmasa, insan səadət əhli ola bilməz. Baxın, hədisdə İmam Baqir əleyhissalam buyurur ki, وَلَمْ يُنَادَ بِشَيْءٍ كَمَا نُودِيَ بِالْوِلَایَةِ. Heç bir şey vilayətə çağırıldığı qədər əhəmmiyyətlə çağırış edilməmişdir. Görürsünüz, niyə? Çünki namazda istisna var. Xəstəsən uzanıqlı qıl, gözünlə qıl. Oruçda istisna var. Xəstə ola bilərsən, Allah sənin boynundan götürürlər. Səfərdə olarsan, boynundan götürürlər. Qoca olarsan, boynundan götürürlər. Zəkat pulun olmaz vermərsən. Xumus onun kimi. Həc imkanın olmaz, boynundan götürülür. Amma vilayət elə bir məsələdir ki, elə bir həyatı bir məsələdir ki, o insanın boynundan götürülmür. O, digərlərindən daha üstün və daha fəzilətlidir. Vilayət vacib bir məsələdir. Və Quran-ı Kərimdə də həqiqətən adam mütaliə eləyəndə, araşdıranda baxırsan ki, elə Allah qüdrət əlini məhz vilayət məsələsinə qoyub. Ki, bu sevilməlidir, itaət olmalıdır. Ətiullah və ətiur rəsul və ulul əmri minkum. Allaha itaat edin, rəsuluna itaat edin və əmr sahiblərinə, əhl-i beyti itaat edin. Ona görə Peyğəmbər buyurur ki, mən sizdən əhl-i beytimə sevgidən başqa bir şey istəmirəm. Bu risalətimin müqabilində. Bu qədər söylənilən ayələr, hədislər bunu göstərir ki, vilayətsiz bəndəçilik libasına bürünmək qeyri-mümkündür. Qeyri-mümkündür. Amma mən istəyirəm sonda Həzrət İmam Rıza əleyhissalamın zamanının nə qədər çətin olduğunu, bəzi hadisələri oxuyum, sizin də zehninizdə bir təsəvvür yaradım ki, görün bu imamlar nə qədər məzlum olub. Hansı zalim hökümdarların, hakimlərin zamanında yaşayıblar ki, onlara olmazın zülmünü eləyiblər. Olmazın zülmünü eləyiblər. Birinci söyləyəcəyim hadisə Ubeydullah Əl-Bəzzaz Ən-Nişaburi. O belə deyir ki, Hümeyd ibn Qəhtəbə Ət-Tai Ət-Tusi ilə aramızda bir alver vardı. Onunla bir alış-verişimiz var idi. Deyir, bəzən buna görə onun yanına gedirdim. Ubeydullah ibn Bəzzani deyir. Deyir, bir gün gəldiyim xəbəri ona çatdığında, deyir, dərhal məni yanına çağırdı. Deyir, üzərimdə səfər paltarı vardı, hələ dəyişməmişdim. Ramazan ayında günorta namazı vaxtına, deyir, mən gəldim onun huzuruna. Deyir, salam verdim, əyləşdim yanında. Gördüm ki, bir qab gətirdilər, bu əlin yudu, üzün yudu. Sonra mənə də əllərimi yumağı söylədi ki, sən də əlini yu. Deyir, sonra məni yemək süfrəsinə dəvət elədi. Ki, sən də gəl əyləş, yemək süfrəsində mənimlə çörək ye. Deyir, mən
süfrədən əlimi çəkdim, dedim ki, axı Ramazan ayıdır. Deyir, niyə yemirsən deyə soruşduqda, mən dedim ki, axı Ramazan ayıdır. Bu ayda yemək, içmək üzürlü insandan başqa heç kəs adi halda orucunu aça bilməz. Deyir, mən dedim ki, hər halda olsun, sizin üzrünüz var deyinə çörək yeyirsiniz. Deyir, bu sözümə cavab olaraq belə dedi ki, mənim üçün yeməyimə səbəb ola biləcək hər hansısa bir üzr yoxdur. Nə xəstəyəm, nə üzrüm var. Sadəcə mən sağlamam, sağlamlığım yerimdədir və orucumu tutmuram. Və sonra gözlərindən deyir, onun yaş axdı, ağlamağa başladı. Deyir, mən soruşdum ki, sizi ağladan nədir? Deyir, o cavabında dedi ki, Harun Ər-Rəşid Tusda olduğu zaman gecənin bir vaxtı birini göndərib Əmir Əl-Mömininə beyyət et deyərək məni çağırdı. Harun Ər-Rəşid mənim üçün bir adam göndərdi ki, gəl Əmir Əl-Möminin Harun Rəşidə beyyət elə, yəni ona tabi ol. Deyir, ora çağırdığında deyir, yanına getdim və ona beyyət elədim. Deyir, və yanında da bir Şam qınından çıxmış yaşlı bir qılınc gördüm. Deyir, və o qılıncı da verdi mənə ki, özündə saxla. Və Harun Ər-Rəşidin yanında da bir köləsi var idi. Bir köləsi var idi. Deyir, o mən də onun qarşısına keçdiyimdə başını mənə tərəf qaldıraraq dedi, Əmir Əl-Mömininə qarşı itaətin necədir? Deyir, mən də dedim ki, malım və canımla xidmətindəyəm. Başını aşağı əydi və sonra evə qayıtmağa izin verdi. Harun Ər-Rəşid dedi ki, get. Deyir, bu epizod, bu səhnə 3 dəfə yarandı. Və hər dəfə deyir, mən dedim ki, malımla, canımla, aləmlə, deyir, bu soruşdu ki, sənin Əmir Əl-Mömininə olan itaətin necədir? Deyir, mən də dedim ki, hər dəfə olduğu kimi. Mən malımla, canımla, aləmlə, uşaqlarımla Əmir Əl-Mömininə xidmət etməkdə hazıram. Deyir, Harun Ər-Rəşid güldü. Sonra deyir, yenə geri qayıtmağım icazə verdi. Deyir, bu 3 dəfə təkrarlandı. 3 dəfə təkrarlandı. Deyir, sonra Harun Ər-Rəşid dedi ki, o köləsinə verdiyi qılıncı. Dedi ki, ver buna. Ver buna və apar o filan zindana. Orada peyğəmbər balaları var. İmamların balaları var. Seyidlər var. Deyir, apar bu həmən qılıncla onların bircə-bircə başını, boynunu vursun. Deyir, məni apardı o otağa, qapısını açdı. Deyir, orada Fatimə və Əlinin soyundan olan zəncirlərlə bağlanmış 20 dənə seyid var idi. Deyir, kölə mənə dedi ki, Əmir Əl-Möminin bunları da öldürməyini istəyir. Onları yenə tək-tək gətirdi. Mən də hamısının bircə-bircə boynunu vurdum. Deyir, 3 dənə otağa apardı məni. Hər 3 otaqda deyir, mən deyir, o seyidlərin boynunu vurdum. Deyir, kölə 3-cü otağın da qapısını açdı. Orada da eyni şəkildə Fatimə və Əlinin övladlarından zəncirlənmiş 20 dənə kişi var idi. Deyir, xidmətçi mənə dedi ki, Əmir Əl-Möminin bunları da öldürməyini əmr edir. Deyir, mən bunların boynunu da vurdum. Deyir, kölə deyir, onları bir-bir gətirdi, onların boynunu vurdum. Deyir, onlardan bir dənə yaşlı bir seyid qalmışdı. Deyir, o seyid mənə dedi ki, ey bədbəxt adam,
Allah səni məhv etsin. Qiyamət günü cəddim Rəsulullahın yanına gətirildiyin zaman bəhanən nə olacaq? Halbuki sən Əli və Fatimənin övladlarından olan 60 nəfəri öldürdün. Bir-bir onların başını kəsdin. Deyir, o qoca kişi mənə bunu deyəndə deyir, əllərim əsdi və bədənim titrəməyə başladı. Deyir, xidmətçi əsəbi bir şəkildə baxaraq məni bu vəziyyətdən çıxardı və dedi ki, onun da boynun vur. Deyir, mən o yaşlı adamı da öldürdüm. Deyir, kölə onu öldürdükdən sonra quyuya atdı. Deyir, Rəsulullahın övladlarından 60'ını öldürdüm. 60'ını öldürdüm. O ki, o həmən əvvəldə danışdım. Deyir, o qayıtdı, dedi ki, mən ona görə bilirəm ki, mənim heç bir namazım, heç bir ibadətim Allah yanında məqbul deyil. Ona görə yeyirəm, içirəm. Çünki mən 60 peyğəmbər balasını nahaq yerə boynunu üzmüşəm, başını kəsmişəm. Və ikinci hekayə Hakim Əbu Əhməd Əl-Ənmati Ən-Nişaburiyə bir sənətli bir rəvayətlə belə söylüyor ki, Mənsur Bağdadda ev tikdirdiyi zaman Mənsur Dəvaniqi, o zalim hakim, deyir, Bağdadda ev tikdirdiyi zaman çox şiddətli bir şəkildə seyidləri axtarırdı. Baxın, təsəvvür eləyin, indi hələ Əhl-i Beyt sevərlərə belə zülümlər olunur. İndi təsəvvür eləyin, imamlara nələri eləyiblər. Deyir, o şiddətli şəkildə seyidləri axtarırdı, yığırdı. Deyir, onları gətirirdi, o tikdirdiyi həmən evin bünövrələrinə doldururdu o seyidləri. Və o həmən evi tikirdi. O havasızlıqdan, o divarların arasında, o bünövrənin arasında qalaraq o seyidlər canlarını tapşırırdı. Və boş olan dirəklərin içinə buraxıb həmən o seyidləri kərpiz və gipslə hördürürdü. Deyir, bir gün seyidlərdən gözəl çöhrəli bir gənci yaxaladı. Deyir, qara saçlı bir gənc idi. İmam Həsən İbni Əli İbni Əbi Talibin nəslindən idi. Deyir, onu bənnaya təslim edib dirəklərin içərisinə buraxaraq öldürməsini əmr etdi. Deyir, inandığı bir şəxsi də bu işə nəzarət etmək üçün məmur etdi. Dedi, sən də nəzarət elə. Gör, bu usta, bənna onu divarların arasına qoyub hörəcək. Deyir, usta gənci içi boş olan dirəyin içərisinə buraxdıqda vicdanı sızıllayıb mərhəmətə gəldi. Ona görə dirəkdən yəni hava ala biləcək şəkildə bir dəlik qoydu ki, o seyid, gənc seyid o balaca deşikdən nəfəs ala bilsin. Deyir, o bənna dedi ki, gəncə, narahat olma, sənə bir şey olmayacaq. Buradan bir hava ala bilməyin üçün bir deşik qoymuşam və qaranlıq çökəndə gəlib səni oradan xilas eləyəcəm, səni qurtaracağım. Deyir, qaranlıq çöktüyü zaman usta gələrək seyidi həmən o hördüyü həmən yerdən dirəyin içərisindən çıxarıb dedi, gizlən, mən və mənimlə işləyən işçilərin qanının axıdılmaması üçün Allahdan qorx, bizi təhlükəyə atma. Gizlən, üzə çıxma. Səni bu qaranlıqda dirəyin içərisindən çıxardım. Çünki səni burada qoysam, Cəddin Rəsulullahın qiyamət günündə Allahın huzurunda mənim düşmənim olacağından qorxuram. Ki, qiyamət günü Peyğəmbərin huzuruna mən necə çıxaram? Deyir, usta gəncin saçlarını inşaat aləti ilə mümkün olduğu qədər kəsərək dedi, qaç gizlən, canını qurtar və ananın da yanına qayıtma. Ananın yanına qayıtma. Deyir, gənc
ona dedi ki, eləsə anama xilas olduğumu və canımı qurtarmaq üçün də qaçdığımı xəbər ver. Bilsin ki, mən sağam. Beləliklə biraz anam rahatlıq tapar. Ağlamaz, ağlamaları azalar. Anama onların yanlarına qayıtmadığımın mümkün olmayacağını söylə. Söylə ki, mən mümkün deyil daha sənin yanına qayıdım. Deyir, gənc oradan uzaqlaşdı və hara getdiyi də məlum olmadı. Deyir, həmən o bənna usta gəlir, onun anasını tapır, onun anasının yaşadığı yeri tapır. Deyir, gətirir, oğlunun saçını verir anasına. Deyir, oğlunu mən xilas elədim, amma müəyyən səbəblərə görə o sənin yanına gələ bilməzdi. Çünki sənin yanına gəlsəydi, həm onun canı təhlükəyə düşərdi, həm də bizi qətlə yetirərdilər. Amma nigaran qalma, oğlun sağdır. Bu, Həzrət İmam Rıza Aleyhisselamın zamanında, vaxtında olan müsibətdir. Ki, nə qədər Harun Ər-Rəşid zülm eləyirdi. Və müəyyən təzyiqlərə əsasən Məmun İmam Rıza Aleyhisselamı Xorasana gətirir. Və öz yanında əyləşdirir sarayda. İmam təzyiqlərə əsasən gəlir, əyləşir o sarayda. Məmun İmam Rıza Aleyhisselama zəhər çizdirir. Şeyx Səduq Iyun-i Əxbər-ül Rıza əsərində Əbu Səd Həravidən nəql olunur ki, İmam Rıza Aleyhisselamın şəhadətindən əvvəl İmam Rıza Aleyhisselam Əba Səltə deyir, ey Əba Səlt, sabah mən bu günahkarın Məmunun yanına gedəcəyəm, məni çağırıb. Əgər oradan başım açıq halda qayıtsam, mənimlə danış. Əgər başım örtülü halda qayıtsam, mənimlə danışma. Deyir, ertəsi gün Məmunun adamı imamı onun yanına çağırdı. Məmunun qarşısında bir dəstə üzüm və müxtəlif meyvələr var idi. Məmun üzümü imama təqdim etdi və onu yeməyə məcbur etdi. İmam əvvəlcə imtina etdi, lakin Məmun təkid etdikdən sonra İmam Rıza Aleyhisselam bir neçə üzüm dənəsi yedi və dərhal oradan ayrıldı. Həmən gecə Əba Səd İmam Rızanın bütün ciyərləri o zəhərin təsirindən paramparça oldu. İmam bir teş gətirdik imamın yanına. İmam Rıza Aleyhisselam qan kusurdu. Bütün cigərləri doğranmışdı. Qurban olum o məzlum halına. Qurban olum o pak ruhuna İmam Rıza. Ey mehriban imam. Ey bizim əziz imamımız. Mehriban imamımız. Bu gecə sənə təvəssül eləyirik. İmam Rıza Aleyhisselam çox mehribandır. Mən axırda bu imamın mehribanlığından, bizə olan nəvazişindən bir hekayəni söyləyim, sözümü tamam eləyim. Bir nəfər deyir, İmam Rıza Aleyhisselamın görüşünə getmişdim. Deyir, evdən çıxanda dedim ki, İmam Rızanın huzuruna çatanda İmam Rızaya deyərəm ki, ağa təbərrükən əynində olan, geyindiyin köynəklərdən birini mənə təbərrükən ver. Məni dəfn eləyəndə o köynəyi mənimlə qəbrə qoyarlar, qəbr əzabından amanda qalaram. Deyir, ikinci də ürəyimdən bunu keçirtmişdim ki, İmam Rızaya deyərəm, ağacan, 2 qızım var. Onlar üçün mənə bir pul verərsən, sənin
əlin dəyən, sənin olan pulunla o iki qızım üçün nəsə alaram, sırğa alaram, sənin adından qızlarıma sırğa alaram. Təbərrük olaraq bu iki şeyi İmam Rızadan istəyərəm. Deyir, gəldim nahara, imamın huzuruna çatdım. Deyir, İmam Rıza aleyhissalam məni çox gözəl qarşıladı. Mən evə girən kimi İmam Rıza aleyhissalam məni sinəsinə bastı. Və buyurdu ki, nahar vaxtıdır, yemək yeyək, əyləşək. Deyir, o qədər mənə nəvaziş göstərdi ki, sanki onun doğma bir balasıyam. Bu qədər mənə nəvaziş göstərdi. O qədər nəvaziş göstərirdi ki, sanki məndən ayrılmaq istəmir. Sanki mənə ehtiyacı var. Elə hey uzadırdı görüşü, mənim orada olmağımı. Məndən ayrılmaq istəmirdi İmam Rıza aleyhissalam. Hər bir kəs İmam Rıza'ya qonaq olan, onun hərəmində olan bu nəvazişi, bu sevgini görür. Deyir, İmam Rıza'nın mənə olan bu sevgisini, bu qayğısı, deyir, canımı bürüdü. Bu sevginin hərarəti canımı bürüdü. Ağladım. Deyir, İmam Rıza aleyhissalam da mənimlə bircə ağladı. Mən mat məhəttər qalmışam ki, İmam, məsum, Allah övliyası bu qədər mənə sevgi, qayğı, diqqət ayırır. Məndən ayrılmaq istəmir. Deyir, buna görə ağladım, İmam Rıza da mənimlə birgə ağladı. Deyir, imamla sağollaşdım. Deyir, gedirdim. Deyir, İmam Rıza aleyhissalam arxadan məni çağırdı. Dedi ki, gəl sənə köynəyimi verim. Hədiyyə edim köynəyimi sənə. Ondan sonra İmam Rıza aleyhissalam buyurdu ki, gəl sənə müəyyən qədər pul verim, iki qızın üçün sırğa alarsan. Deyir, qayıtdım, imamı yenə sinəmə bastım, bağrıma bastım, o məni bağrına bastı, ağladıq və imam mənə öz köynəyini və müəyyən bir məbləğdə pul verdi, iki qızıma sırğa aldım. İmamların bizə olan qayğı və sevgisi, diqqəti bu qədər şiddətlidir. Onlar bizdən ayrılmaq istəmir. Onlar bizi görməyi, bizimlə birgə olmağı sevir. Və sonda bir əhvalatı mən danışım. Əllamə Əmini Rızvanullahi Teala əleyh, o böyük şəxsiyyət, Həzrəti Əlinin vilayətini isbat eləyən və İmam Zaman əleyhissalamın razılığını qazanan o böyük şəxsiyyət. Böyük şəxsiyyət. Deyir, mən bir kitab axtarırdım. Bu kitab da çox mühüm bir kitab idi ki, onu mütləq tapmalıydım. Həzrət Əlinin imaməti ilə, vilayəti ilə bağlı. Bilirsiniz də, o çox əziyyət çəkib. Şəhər və şəhər gəzib, ölkələri gəzib və kitabları yığıb Əli əleyhissalamın imamətini, vilayətini isbat eləyib. Deyir, bir kitab gəzirdim ki, onu tapa bilmirdim. Və Əllamə Əmini gələrdi Həzrət Əmir əl-Möminin hərəmində Əli əleyhissalamın vilayəti ilə bağlı olan o kitabı, Əl-Qədir kitabını yazırdı. Əl-Qədir kitabını. Deyir, bu kitabı tapa bilmədiyimə görə gəlirdim Həzrət Əlinin hərəmində elə hey təvəssül eləyirdim Həzrət Əliyə. Ki, ya Mövla, özün nəzər ilə, özün dua ilə bu kitabı tapım. Tapa bilmirdim. Deyir, mən gözümün önündə görürdüm ki,
adi insanlar, bədəvi ərəblər gəlirdi Həzrət Əliyə təvəssül eləyirdi və sabah gəlib öz hacətinin rəva olduğunu, öz hacətinin qəbul olduğunu bildirib Əli əleyhissalama təşəkkür eləyib gedirdilər. Bu səhnələri hey görürdüm. Bir gün deyir Əli əleyhissalama şikayət elədim. Ya Əmirəl Möminin, axı mən sənin haqqını difa eləyirəm. Mən sənin imamətini difa eləyirəm. Axı nə üçün bu kitabı tapmağım üçün mənə kömək eləmirsən? Deyir, həmən gecə Əmirəl Möminin gəldi yuxuma. Dedi ki, əmini, sən bilmirsən ki, biz onlara tez verməsək, onlar bizim qapımıza gəlməyəcək. Onlar bizdən küsəcək. Amma biz bilirik ki, sizə nə qədər gec versək, bizdən küsən deyilsiniz. Həm də biz sizin gəlib getməyinizi çox sevirik. Sizin səsinizi sevirik. Sizi görəndə biz çox sevinirik. Siz bizim qapımızın məhrəmlərisiniz. Allah bizi Əhl-i Beytin qapısında məhrəm olanlardan qərar versin. Allahümmə inna nəsalükə və nədğuk bismikəl əzimil əzəm və əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Rahman, ya Rahim, ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. İlahi sənə ant firrəm izzətinə, cəlalına. İlahi bizi İmam Rıza əleyhissalamın şəfaətindən və ziyarətindən binəsib eləmə. Allah İmam Rıza əleyhissalamın hörmətinə bütün xəstələrə acil şəfa kəramət elə. Allah İmam Rızanın hörmətinə bütün müsəlman ölkələrini, İslam ümmətini düşmənin şərrindən, zülmündən amanda saxla. Allah sənə ant verirəm İmam Rızanın hörmətinə, İlahi o mehriban imamın hörmətini, ilahi günahlarımızı əfv qələmi çəkinən. Allah aqibətimizi xeyirlə xətm elə. Allah qəlbimizi öz zikrinlə nurani etkinən. Allah bizi bağışlamamış tövbəsiz qəbr evinə aparma. Allah sənə ant verirəm öz Allahlığının hörmətinə. İlahi, qiyamətin günündə bizi Əhl-i Beytin yanında xəcalətli eləmə. İmam-ı Zamanın qəlbimizdən razı elə, onu görməyi bizə nəsib elə. İlahi, sənə ant verirəm xanım Zeynəb-i Kübranın hörmətinə, İmam-ı Zamanın zuhurun təcil etkinən və haqqı Muhammedin və aleyh və hörməti surətil mübarəkətil Fatihəti mə'əs salavat.